Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli ve ba'd. Möhtərəm qardaşlarım, mən min cözmən sonrası Allah Taala'dan haqq olan təqvəni qorxmağı nəsihət edirəm. O təqva ki, Allah Taala öz kitabında o əhlini, yəni müttəqilərini sevdiyini və gözəl aqibətini də o müttəqilərin, yəni təqva əhlinin olduğunu bildirir bizə. Və o təqva səbəblərlə insana çatır və təqva səbəblərin vasitəsilə insanda əldə olunur. Yəni insan onu səbəblərlə əldə edir. Çünki böyük nemətlər böyük cəhdlərdən sonra əldə olunur. Böyük nemətlər, yəni təqva o böyük nemətlərdəndir. Onlar cəhdlərlə, yəni böyük cəhdlərlə əldə olunur. Yəni böyük feillərlə, əməllərlə əldə olunur. Və böyük əməllərdən də biri də qardaşlıqdır. Onu qoruyub saxlamaqdır. Və sözümə sələfin sözü ilə başlamaq istəyirəm və sələflər deyərlər ki, kim əgər eyibsiz qardaş axtarırsa, naqis olmayan, eyibləri olmayan bir qardaş axtararsa, o qardaşsız qalar. Yəni ətrafında heç kim olmaz. Və hərdən bəzi qardaşlarımız şikayət edirlər bir-birlərindən və hərdən bəzi qardaşlarımız qardaşlarında olan eyiblərdən şikayət edirlər ki, filan qardaşda belə bir şey var, filan qardaşda belə bir şey var. Eyiblər həmişə olacaq və həmişə də olub. Və eyibsiz qardaş axtarmaq özü dini bilməməkdən irəli gəlir. Kim əgər elmsiz qardaş axtarırsa, bu onun dinini bilməməyindən irəli gəlir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem vəsf elədi ən xeyirli xəta eləyənləri. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, ən xeyirli xəta eləyənlərdir, ondan sonra tövbə eləyənlər. Yəni bu onu göstərir ki, insanın xətaları kimin üzərində olur? İnsanın xətaları ya Rəbbi ilə öz arasındadır, ya da məxluqla öz arasındadır. Və dinimiz bizə əmr edib ki, o qardaşlığı, yəni naqis qardaşlarımızı, yəni xətaları olan qardaşlarımızı bağışlamağı və həmçinin də o qardaşlığı möhkəmləndirməyi. Çünki qardaşlığın möhkəmləndirilməsi, qardaşlıqda olan səhvləri bağışlamaqla olur. Və həmçinin də onlara ikram etməklə olur. İstər o maddi olsun, istər mənəvi olsun və istərsə də duaları ilə olsun. Çünki biz nəzər yetirsək Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə, Muhammed sallallahu aleyhi ve sellem buyurardı, hətta nəinki qardaşlıqlar, hətta qonşular haqqında. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurardı ki, qonşusuna ət eləməyən, qonşusuna qonaqlıq, yəni qonşusunu yedizdirməyən, qonşusunun halını bilməyən bizdən deyil. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, Allaha və axirət gününə iman gətirənlər qonşularını ikram etsinlər. Və sair buna bənzər hədislər və belə ləfslər sünnədə varid olmuşdur. Və bunlar da qardaşlığın arasını gücləndirən amillərdəndir. Çünki qardaşlığın arası, yəni qardaşlıq, bəşərlə bəşərin arası hərdən dünya nemətləri ilə birləşir. Çünki qardaşlıq hərdən dünya nemətləri ilə birləşir. Və diqqət yetirsək bizim dinimiz bizə əmr edib insanların, zənginlərin, kasıbları qayğı göstərməsinə. Əmr edib böyüklərin kiçiklərə qayğı göstərməsinə. Çünki kiçiklər həmişə böyüklərdən qayğı gözləyiblər. Həmişə zəifləri güclülərdən qayğı gözləyiblər. Və bu onu göstərir ki, müsəlmana hər zaman diqqəti olmalıdır və diqqəti nəzərləri onun üzərində olmalıdır. Və bu da qardaşlığı gücləndirən səbəblərdəndir, amillərdəndir. Və nə üçün qardaşlığın gücləndirilməsi lazımdır soruşulsa əgər, çünki Allah Taala'nın əmr etdiyi hər bir şey soruşulacaq. Və çünki Allahın əmr etdiyi elə bir nemət ola bilməz ki, Allah onu bizə əmr etsin və onu qiyamət günü bizdən soruşmasın. Mümkün deyil. Çünki Allah subhanahu ve taala heç bir şey əbəslə nazil etmir öz dinində. Bəli, insanlar hərdən boş-boş şeylər danışır. İnsanlar hərdən hətta faydası olmayan şeylər danışır. Amma Allaha yaraşmaz. Allaha yaraşmaz ki, o hər hansısa bir fayda olan bir şey danışsın, olmayan bir şey danışsın. Ona görə Allah Taala öz kitabında, öz dinində nələr nazil edibsə, hamısı faydalardır. Və onlar da qiyamət günü soruşulacaq və soruşan da biləndir. Hərdən bəzi qardaşlar sual verirlər və hərdən bəzi insanlar sual verirlər əməl dəftərləri barəsində. Əməllər nə üçün yazılır deyə sual verirlər. O əməl dəftərlərinə Allah Taala qiyamət günü baxmayacaq. Allah Taala özü baxsın deyə əməllər dəftərə, kağızlara, vərəqlərə yazılmayacaq və yazılmır. İnsanlar öz gözlərinin əməllərini görsün deyə yazılır. Və onu göstərir ki, və bu o deməkdir ki, soruşan Allah olacaq. Yəni xəbərsiz olmayan soruşacaq. Xəbərsiz olmayan, qafil olmayan soruşacaq. Ona görə də qardaşlığa xələl gətirmək, müsəlmanların bir-birinə xələl gətirməsi artıq bu Allahın qoyduğu əmanətə xəyanətdəndir.
artıq Allahın qoyduğu əmanətə xəyanətdəndir. Necə ki, İmam Əhməd rahimehullah İmam Şafiyə və onun oğluna daha doğrusu deyərdi ki, sənin atan 5 və yaxud da 6 nəfərdən biridir ki, hər sübh çağından əvvəl mən onun üçün dua edirəm. Və həmçinin də deyərdi İmam Şafinin oğluna, İmam Əhməd rahimehullah, məndə nə görürsünüzsə, ümmətinə deyərdi ki, tələbələrinə deyərdi ki, məndə nə xeyirlər görürsünüzsə, yəni nə elmi, nə fəhmi görürsünüzsə, o hamısı Şafinindir, yəni hamısı Şafidən keçmədir. Yəni o baxmayaraq ki, onun müəllimi idi, müəllimlər də qardaşlardır. İnsanın öz müəllimləri də onun qardaşlarıdır. İmam Şafi rahimehullah İmam Əhmədin müəllimi idi, şeyxi idi, ümmətin böyük alimi idi. Amma həmçinin onun böyük qardaşı idi. Və qardaşın qardaşa etdiyi yaxşılığı etiraf etməsi, ona olan qayğını göstərməsi və dilə gətirməsi də görünür ki, dindəndir. Amma hərdən görürsən bəzi qardaşlarımız, qardaşlarının onlara elədiyi yaxşılıqlara paxıllıq eləyib, onun xeyrini danışmırlar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə əmr etdi, hətta dünya nemətlərində olan, Allah Taala'nın verdiyi nemətləri insanlar arasında danışıb, insanlar arasında yaymağı. Və həmçinin bunun əksi də paxıllıqdır. Və həmçində bunun əksi paxıllıqdır. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm əmr elədi. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, Allah Taala sevinir qullarının üzərində verdiklərini görəndə. Allah subhanahu və taala sevinir qulları onun nemətlərini danışanda. Və Allah subhanahu və taala sevinir qulları onun yaratdıqlarından danışanda. Və necə ki Allah Taala kitabında buyurur ki, xeyir əhlini sifətləndirərkən və xeyir əhlini vəsf edərkən onlar yerlərə, göylərə baxıb deyərlər ki, "Mə xalaqta hada batila." Sən bunları batil, yəni əbəs yerə, heç yerə, boşluq yerə yaratmamısan. Yəni Rəbbini tərifləyərlər. Və həmçinin də qardaşlarım, Rəbbi tərifləmək ibadət olduğu kimi, Rəbbə ibadət edənləri tərifləmək və onların qədir-qiymətini bilmək də ibadətdəndir. Və ən üstünü isə, və ən əsası isə qardaşlığı gücləndirən amillərdəndir. Və çünki qardaşlıq zəifləyən bir məfhumdur. Qardaşlıq zəifləyən bir məfhumdur. Çünki bir şey güclənirsə, onu zəifləyən amillər də var. Bir şey güclənirsə, onu zəifləyən amillər də var. Və bir şey də zəiflənirsə, artıq o unudulur və əldən çıxır gedir. Və Allah subhanahu və taala'dan istəyirəm ki, bu Ramazanda bizə nail olmadığımız xeyirləri müvəffəq eləsin və bacarmadığımız ibadətləri və bacarmadığımız xeyirləri bizə müvəffəq eləsin. Və o xətalar ki, qardaşlığımızda və qardaşlarımızın arasında bizimlə sabitdir, və Allah Taala müvəffəq etsin bizə ki, o xətalarımızı tərk edək və qardaşlarımızın yanında, Rəbbimizin və qardaşlarımızın yanında xeyirli qardaşlarla qalaq. Və Allah Taala bizə müvəffəq eləsin bu Ramazandan çıxandan sonra bağışlanmağı. Allah bizi əff etsin. Həqiqətən əff etməyi sevəndir və o əff eləyəndir və Allahdan istəyirəm ki, bizi əff eləsin. Ölkəmizi qorusun, müsəlmanları qorusun və əmin-amanlığı üzərimizdə daimi sabit saxlasın. Və kim ki, bu ölkəyə əmin-amanlıq istəmirsə, zərər istəyirsə, hətta az da olsa zərər istəyirsə, Allah onların bütün istəklərini özlərinə qaytarsın. Həmçinin Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahabetihi ecmaîn.